Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Ama ba'd. Bazılar sual verir ki kadınlar da cenaze namazı kılmalıdırmı? Veya bu barədə var, olubdurmu? Ümumiyyətlə qılmaqlarına qadağa gəlir və yaxud da gəlməyir. Ümumiyyətlə bilmək istə, yəni cənazə namazı ümumi olaraq gəlir. Cənazə namazını həm kişilər qıla bilər, həm də qadınlar qıla bilər. İstər evdə olsun, məsəlində, istər meçiddə olsun, fərqi yoxdur. Harada olsun, yəni qadınlar cənazə namazını qıla bilərlər. Fərqi yoxdur. Və Ayşə radiyallahu anhə və həmçindəki sahabə qadınlar bu cənazə namazlarını qılıblar. Bunlara bir misal üçün Səad ibn Əbi Vaqqasın namazını qılıblar, cənazəsini. Bu da hədis gəlir Müslimdə. Amma o ki qaldı onun savabına Peyğəmbər s.ə.v dedi ki, kim cənazə namazını qılarsa, onun üçün bir qiraat savab var. Kim isə onu dalınca tabi olarkən gedərsə, dəfn olunana kimi, onun üçün qiraatdan, yəni 2 dənə qiraat savab var. Peyğəmbər s.ə.v-dən başqa rəvayətdə soruşurlar, qiraat nədir? O deyir ki, Uhud dağı gördük biz yazda gəlir Uhudda. 8 kilometr uzunluğu, məsafəsi və hündürlüyü də hündürlüyü 100 metrə. Və onun üçün o qədər qızıl savabı sədəqə vermiş kimi yazılar. Yəni kim bir cənazə namazı qılarsa, onun üçün bir Uhud dağı boyutda savab yazılar. Yəni burada da biz indi dalınca gedə bilmirik. Qadınlar yana getməyi bəli. Bu qadağadır. Yəni cənazənin dalınca getməsi qadınlara bəli qadağadır. Amma cənazə namazının qılmaqlarında heç bir problem yoxdur, qıla bilərlər. Əksinə, qılmamaqlarında problem var. Neye görə? Savablarından qalırlar. Yaxşı, cənazə namazı necə qılınır? Nə tər qılınır? Burada görürsünüz də ki, cənazədən sonra təkbirlər olur. Cənazədə nə ruku var, nə də səcdə var. Yəni, nə insan rukuya getirir, nə də səcdəyə getirir. Sadəcə təkbirlər edirlər. Təkbirlər. 4 təkbirdən ibarətdir. 4 təkbirdən. Ona görə də cənazə namazını Allah Rasulü sallallahu aleyhi və səlləm hətta qəbirstanlıqda belə qılmağa icazə veribdir. Çünki onda nə ruku var, nə səcdə var. Amma namaz qılmaq, ruku səcdə olan namaz qılmaq qəbirstanlıqda qadağadır. Başqa hədislərinə görə Allah Rasulü sallallahu deyir ki, evlərinizi qəbirstanlığa çevirməyin. Yəni evlərinizdə namaz qılın. Ona görə yaxşıdır ki, Allah Rasulü s.ə.v-in sünnəsindəndir ki, sünnə namazlarının, ratibə sünnətləri evdə qılınsın. Əgər bacarırsansa sözsüz ki. Deməli, necə qılınır? İnşallah indi Allah'ın izniyle bir daha bunları göndərəcəm sözlərini qrupa. Birinci təkbirdə Allah akbar deyilir, əl bağlanır. 4 təkbirdir bilirəm, birinci təkbirdə. Birinci təkbirdə neyiniz? Allah akbar dediniz, əlinizi bağladınız, düzdürmü? Oxuyursuz, Əuzu billahi minəşşeytanirracimdən başlayırsınız. Bismillahirrahmanirrahim, Fatihə surəsi. Elhamdülillahi Rabbil alemin. Axıra kimi. Subhanəkə, o oxunmur. İstiftah duası, yəni namazı, başlayan duası oxunmur. Onun ki, bu namaz deyil, dedik axı. Bunda nə ruku var, nə səcdə var. Peyğəmbər sallallahu aleyhi və səlləm istiftah duasını oxunmayıbdır. Birbaşa Fatihə surəsi. Düzdürmü? Sonra ne olur? İkinci təkbir imam eləyir. Allahu Akbar. İkinci təkbirdə salavat. Hansı salavat? Hansı ki təşəkkür oxuyuruz. Allahümme salli ala Muhammedin ve ala ali Muhammed kema salleyte ala İbrahim ve ala ali İbrahim. İnneke hamidun mecid. Allahümme barik ala Muhammed ve ala ali Muhammed kema barakte ala İbrahim ve ala ali İbrahim. İnneke hamidun mecid. Bunu dedik. Sonra Mahdi İmam deyir, 3. təkbir. 3. təkbirdə hususi olarak dua var. Ərəb dilində. Kim onu bilmirsə,
açıq, heç bir problemi yoxdur. Müsəlman qalasında. 55-ci duadır Müsəlman qalasında. Krefis Müsəlmanına. Yəni Hüsnül Muslim. Müsəlman qalasında 55-ci duadır. Böyüklər üçün olan 55-dir, uşaqlara qılınırsa cənazə namazı 56-cıdır. Və orada da ki, dua belə başlayır. Allahumma məğfir ləhu vərhamhu va'fihi wa'fu anhu və akrim nuzuləhu və ilə axir və axıra kimi. Bu duanı inşallah Allah'ın izniyle göndereceğim. Ve başka dualarda varid olub, ən məşhuru budur. Bizən Allah'ım onu bağışla, onu rəhm elə, onu əff elə və belə deyilir. Kim bilməzsə, onda ne inir? Öz dilində dua edilsin. Ümumiyyət dilimiz. Amma yani bizim üzerimizə vacibdir bunu bilmək. Niye de bilməyəsin? O boyutta görən savabı var. Çox böyük savab var. Ve bu üçüncü tekbiri, düzdürmü? Ve dördüncü tekbirde kısa dua olur. Hətta özün üçün eləyə bilərsən və istədiyin dua eləyə bilərsən. Allah'ın. Sonra isə əsr görürüz burada Mədinədə, Məkkədə yalnız sağa salam verir. Esselamu aleykum və rahmetullah. Yalnız sağa verilir salam. Düzdürmü? Amma bizdə, ölkəmizdə, yəni Hənəfi məzhəbinin üzərində qılınır, o halda sola da verilir. Siz yəni orada tabi ola bilərsiniz imama, heç problem yoxdur. Sola da verə bilərsiniz. Amma əsr budur ki, yalnız sağa verilir. Və cənazə namazının qılma qaydası budur. Fərqi yox, siz kişilər qıldı, siz qadınlar qıldı. Sadəcə olaraq bu artıq ərəb dilinə aiddir. Misal üçün, burada deyirsiniz ki, Allahumma məğfir ləhu. Allah'ım onu bağışla, bu kişi cinsindədir. Orada qadın olanda dəyişməlisən, Allahumma məğfir ləhə, vərhəmhə, va'fu anhə. Bu ərəb dilinə aiddir. Ona görə siz neyiniz, nə də var eləyin Allah'ın izinlə. Allah subhanahu wa ta'ala qəlblərdə olanların xəbərdardır. İnşallah Rəbbimiz qəbul eləyər. Aydın, mesela devam etsin eləyəsin, Allah'ım məğfir ləhum, Allah onları bağışla. O belə. Allah daha doğrusunu bilir, kısa olarak sualın cevabıdır. Yəqin ki, qaranlıq qalan bir şey qalmadı. Nəsə qaldı? Qalanlıq, bacılar. Cənazə ilə bağlı namazla. Allah subhanahu ta'ala nəsib edəsin, yəni hər birinizə. Yəni bırakmayın, bak görürsünüz nə boyuta əcri var. Çok büyük. Allah daha doğrusu bilir. Subhaneke Allah'u ve bihamdik. Eşhedü en la ilahe illallah estağfiruke ve etûbü ileyk.